Bugün danışacağım ön yargı isə marketinq yalnız böyük şirkətlər üçün vacib. Əslində isə marketinqə ən çox ehtiyacı olanlar elə kiçik və orta bizneslərdir. Çünki böyük şirkətlər artıq müəyyən qədər tanınır, bazarda öz yerini tutur və müəyyən müştəri bazasına sahibdirlər. Kiçik bizneslər isə hələ yeni yaranıblar, müştəri qazanmaq, rəqibdən fərqlənmək, bazarda mövqeylənmək, öz yerini tutmaq bu kimi dərdləri var. Ona görə də daha çox marketinqə ehtiyac duyurlar. Məsələn, eyni məhsul satan iki biznes düşünün. Onlardan biri müştərisini tanıyır, düzgün auditoriyanı hədəfləyir və öz fərqini göstərir. Düzgün kommunikasiya qurur, digəri isə sadəcə məhsul paylaşır və satışı gözləyir. Çox güman kimi birinci biznes daha yaxşı nəticə əldə edəcək. Yəni, bunu çox sadə olaraq başa düşmək olur. Çünki marketinq böyük büdcə ilə deyil, reklamla deyil, müştərini anlamaq, bazarı analiz etmək, düzgün qərarlar vermək və düzgün qiymət qoymaqdır. Və yaxud düzgün qiymət qoymaqla başlayır. Bu səbəbdən marketinq yalnız korporativ şirkətlər üçün deyil, inkişaf etmək istəyən hər bir biznes, hər bir fərd üçün vacibdir. Hətta bir çox hallarda kiçik bizneslər üçün marketinqin rolu daha böyük olur ki, öz rəqiblərindən fərqlənsin və hətta özündən böyük şirkətlərlə rəqabət apara bilsin. Ona görə növbəti videolarda izləmədə qalın ki, siz də marketinqin fərqli tərəflərini öyrənə biləsiniz. Hələlik.